بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين، نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه ومن سار على نهجه إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Fiqhul Müyəssər kitabından davam edirik. Bugünkü mövzumuz inşallah, Allah müvəffəq etsə, hansı heyvanların dərilərini istifadə etmək olar? Mühüm bir mövzudur, hansı ki onlardan ayaqqabı düzəldilir, kəmər düzəldilir, hansı ki giyindiyimiz, bəzi insanların giyindiyi müəyyən libaslar var ki, hansı ki onlar heyvanların dərilərindən düzəlir. Və burada da müəllif rahiməhullah gətirir ki, hansı heyvanların dərilərini istifadə etmək olar. Birinci, möhtərəm qardaşlar, hansı ki çantalar düzəlir, ayaqqabılar düzəlir, kəmər düzəlir dərilərdən. Bəzi dərilər var ki, onlar hansı ki heyvanların dəriləri bilirik ki, əsl dərilərdir. Ondan əlavə düzəlmə dərilər var, onları istifadə etmək olar. Hansı ki, müəyyən maddələrdən düzəlir. Bugünkü mövzumuz isə heyvanların dərilərinin halal olması və yaxud haram olması haqqındadır. Alimlər gətirirlər ki, birinci, ən yəkunəl cildu heyvanin mə'kulil lahm, əti yiyilən heyvanlar, onların dəriləri haqqında, hansı ki onlar şər'i formada kəsilib. Və hədihil cülud tahiratun bi icma'i əhlil ilm. Əti yiyilən heyvanların dəriləri halaldır, hansı ki onlar şər'i formada kəsilir. Burada ixtilaf yoxdur. Bu birinci məsələ. Hansı ki inəkdir, qoyundur, dovşandır, bu qəbildən olan hansı ki əti yiyilən heyvanlardır və onlar da şər'i formada kəsilir. Və onların dərilərini istifadə etmək alimlərin icmasına görə icazəlidir. Sonra ikinci, möhtərəm qardaşlar, ən yəkuna cildu heyvanin mə'kulil lahmi və lakinnəl heyvana ləm yüzəkkə zəkətən şər'iyyə. Hansı ki əti yiyilən heyvanlardır, yalnız şər'i formada kəsilməyib. Bəl immə ən yəkuna meytə və immə ən yəkuna qəd zubihə və lakin bi tariqə qayrə şər'iyyə. İkincisi, əti yiyilən heyvanlardır, hansı ki onlar şər'i formada kəsilməyib. Yəni ölüb və yaxud da ki qeyri-şər'i formada kəsilib. Və hədəl cildu yekunu necisə. Və belə dərilər isə, bu cür heyvanların dəriləri isə nəcis sayılır. Lənnəhu cüz'un min heyvanin meyyit. Çünki ölü heyvanın dərisidir. Vəl-heyvanul meyyit nəcis. Bilirik ki, ölmüş heyvan nəcis sayılır. Və la yudharu illə bid-dibağ. Təmizlənmir, illa ki aşılanmadıqca. Və izə dubiğa sara tahiran. Əgər aşılanarsa, artıq təmizlənər.
Aşılanmaq nədir möhtərəm qardaşlar? Ərəb dilində dibaq deyirlər, hansı ki keçmişdə müəyyən maddələrlə dərini təmizləyirlər, duzluyurdular və müəyyən təmizləyici maddələr vururdular ki, o təmizlənsin. Bizdə ona aşılanmaq deyilir. Ancaq bugünkü gündə isə onu zavodda, bəzi fabriklərdə onu daha müasir formada onu təmizləyirlər. O da yenə aşılanma növlərindən bir növdür. Daha rahat növüdür. Çünki əvvəl insanlar onu duzluyurdular, uzun müddət duzda qalırdı. Ondan sonra növbəti mərhələ onu hansısa bir maddə ilə yarpaqların içində saxlayırdılar. Və belə bir neçə mərhələdən keçirdi ki, o təmizlənsin və təmiz olsun. Və bugünkü gündə isə onu zavodlarda, fabriklərdə daha gözəl, rahat üslubla təmizləyirlər. Və o da, alimlər buyurur ki, eyni təmizlənmiş və aşılanmış hökmündədir. Sonra möhtərəm qardaşlar, وعلى هذا جمهور العلماء وأئمة فذكر إن هذا قول مالك وهو أبي حنيفة والشافعي. Yani bu da cumhurun rəyidir ki, yani çox alimlərin rəyidir ki, artıq əti yiyilən heyvan ölsə belə və qeyri şəri formada kəsilsə belə artıq o təmiz sayılır. Nədən sonra? Aşılandıqdan sonra. Şərt nədir? Aşılanmalıdır ki, o təmiz sayılsın. Sonra üçüncü mərhələ, möhtərəm qardaşlar, ən yəkuna min culudis sibah. O heyvanlar ki, vəhşi heyvanlardır. Mithlul el-əsəd və-nəmir və-ziyab və-dub və ilə axir, hansı ki, şirdir, pələngdir, canavardır, ayıdır, vəhşi heyvanların dəriləri haqqındadır. Üçüncü məsələ. Fəculudu hədihil heyvanat necisə. Və bu heyvanların dəriləri nəcisdir. Səvaən zubihət əv mətət. Kəsilsə və yaxud ölsələr belə artıq onların dəriləri nəcis sayılır. Əv qutilət, öldürülsələr belə. لأنها وإن ذبحت لا تحل ولا تكون طيبة فهي نجسة في جميع الأحوال. Hər bir halda bu heyvanların dəriləri nəcis sayılır. واختلف العلماء هل الدباغ تطهر هذه الجلود أم لا? Burada məsələ gəlir ki, alimlər ixtilaf ediblər ki, bu cür heyvanların dəriləri aşılandıqdan sonra təmiz sayılır, yoxsa öz nəcasət halında qalır. وسواء قلنا بطهارة هذه الجلود بالدباغ أم لا فلا يجوز استعمالها على كلا الحالين لما ورد من النصوص الصحيحين في النهي عن استعمالهما. Bəzi alimlər gətirirlər ki, hansı ki bu cür heyvanların dəriləri aşılandıqdan sonra təmizlənir. Və sonra buyururlar ki, وقال بعض أهل العلم من أصحاب النبي صلى الله عليه وسلم وغيرهم إنهم كرهوا جلود السباع وإن دبغ. وهو قول عبد الله بن مبارك وأحمد وإسحاق وغيرهم. Buyururlar ki, bəzi alimlər hətta aşılansa belə yenə də bu cür heyvanların dəriləri təmiz
sayılmır. Yəni onu kərahə görürlər. Yəni yaxşı saymırlar, düzgün saymırlar. وقال بعض العلماء إن النهي عن جلود السباع المقصود به استعمالها قبل دبغتها daha doğrusu. Ve bazı alimler de buyururlar ki orada qəsd olunan, istifadəsində qəsd olunan aşılanmamışdan qabaqki halıdır. Və vəl-illətu fin-nəhi, burada illə nədir möhtərəm qardaşlar? Hansı ki icazə olunmamasına səbəblərdən birisi də, hikmətlərdən birisi də gətirirlər ki lima fiha minəl-kibri vəl-xuyələi və liənnə fiha təşəbbuhan bil-cəbəbirə və liənnəhə zey əhl-taraf vəl-israf. Səbəb kimi gətirirlər ki, hikmətlərdən hansı ki o insanda kibir, təkəbbürlüyü yaradır. Yəni insanda özünə razılıq yaradır. Və belə müəyyən hikmətlər gətirirlər. Yəni kərahə görənlər və həmçinin qadağa görənlər. Və sonda inşallah icmalını gətirəcək. Çünki fəsildə bu formada gətirir ki, şərhi ilə, izahı ilə daha bəyan olsun deyə. Sonra möhtərəm qardaşlar, dördüncü məsələ. Ən yəkunə cildu hayvanin gayri məkulil ləhmi min gayri sibə'. Əti yiyilməyən heyvanlar ancaq min gayri sibə' yırtıcı olmayan və həmçinin də əti yiyilməyən heyvanlar. Hansı ki onlar ثعابين والفيل والحمير والقرود والخنازير ونحو ذلك. İlanlar, filler, uzun qulaqlar, والقرود, meymunlar, والخنازير, ونحو ذلك. Xənazir, donuzlar. فهذه الجلود وما أشبهها نجسة سواء ذبحت أو ماتت أو قتلت. Ve bu cür hayvanların derileri ve buna benzer hayvanların derileri necis sayılır. سواء ذبحت أو ماتت أو قتلت. Kesilsə, ölsələr və öldürülsələr belə yenə də necis sayılır. ولكن لو دبخت هذه الجلود هل تطهر؟ في هذه المسألة خلاف بين العلماء. Eğer bu deriler aşılanarsa temizlenir yoksa yok. Ve buyurur ki bazı alimler inna dibagate tudharu cemi'ul culud illa cildil kelbi vel khinzir. Ve bazı alimler buyururlar ki bütün deriler temizlenir yalnız itin ve domuzun derisinden başka. Bu da cumhurun reyidir. Delil de götürürler ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki İzâ dubigal ihâbu fakat tahur. Eğer deriler aşılanarsa artık temiz sayılır. Hadis Müslim'de gelir. Başka bir rivayette gelir ki eyyuma ihabin dubiga fakat tahur. Hansı deri temizlenirse artık o temiz sayılır. Bu da sahih hadisi Bukhari'de gelir. İhab deri aşılanmamıştan önce ona İhab deyilir. وَاسْتَسْنَى مِنْ ذَٰلِكَ الْكَلْبُ وَالْخِنْزِيرُ. Orada alimler itle domuzu istisna edirler. لِأَنَّهُمَا نَجِسَانِ فِي الْحَالِ الْحَيَاةِ. Çünkü onlar hayatta olarken de onlar necis sayılırlar.
Onlara çünkü nas var. Delil var. Hayatta oldukları zaman da onlar necis sayılırlar. Sonra muhterem kardeşler, أن الدباغ لا تظهر إلا جلد الحيوان الذي يؤكل لحمه وأما الحيوان غير مأكول اللحم فلا تظهر الدباغة جلده. Buyururlar ki eti yiyen hayvanların yani aşılanmak yalnız eti yiyen hayvanlar hansı ki ma'dubga min culudil meyte elleti tahillu biz zekati. Hansı ki onlar ölmüş hayvanlar eti yiyen deve olsun, inek olsun, koyun olsun yecuzu isti'maluhu. Yani icazelidir onların dərilerinden istifade etmek. En çok alimlerin üstünde durduğu rey budur. أما جلود الخنزير والكلب ونحوها مما لا يحل بالزكاة فهي طهارته بالدباغ خلاف بين العلماء. Hansı ki domuzdu, itti ve bu qəbildən olan heyvanlar, hansı ki onların kəsilmirlər və hiyə taharatu biddibaq xilafun beynəl uləmə. Onların aşılanması və təmizlənməsi alimlər arasında ixtilaflı məsələdir. Vəl-əhvati tərku isti'maluhu. Yaxşı olar ki, onu tərk etmək. Yəni, zərurət yaranmadıqca. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki وَمَنْ اِتَّقَ الشُّبْهَاتِ فَقَدْ اِسْتَبْرَى لِد۪ينِهِ وَعِرْضِهِ. Yani kim şüphelerden çekinerse artık dinini ve irzini korumuş olur. Ve beləliklə müəllif rahimehullah bu fəsilə, bu hansı ki mühüm bir fəsildir ve buradan ümumi getirir ve sonra da sonda alimlerin tercihlerini getirir ve kısa olarak bir daha hatırlayaq ki, birincisi eti yiyen heyvanlar idi ki, onlarda ixtilaf yoktu ve alimler hamısı onların dərilərinin təmiz olmasını getirirlər ki, hansı ki şər'i formada kəsilib və əti yiyilən heyvanlardır. Bunların dəriləri icazəlidir, təmizdir. İkincisi isə əti yiyilən heyvanlardır, sadəcə öldürülüb və yaxud qeyri şər'i formada kəsilib və bunların isə dəriləri aşılandıqdan sonra təmiz sayılır. Aşılandıqdan sonra təmiz sayılır. Üçüncüsü isə vəhşi heyvanlar. Vəhşi heyvanlarda alimlərin böyük ixtilafı var. Bu məsələni çox araşdırdım. Hani gördüm ki, çox dərin bir ixtilaf var məsələdə. Sonda şeyxin gətirdiyi kimi, yəni ehtiyac olmadıqca insanlar gərək bundan istifadə etməsinlər. Çünki böyük ixtilaf var məsələdə. Ancaq xüsusi hansı ki donuzla itin dəriləri hər bir halda onlar nəcis sayılır. Aşılansa da, aşılanmasa da. Ancaq vəhşi heyvanların hansı ki buyurdu ki 3-cü məsələdə vəhşi heyvanların dəriləri aşılandıqdan sonra bəzi alimlərə görə təmiz sayılır.
Və ona racih olaraq bir çox alimlərin üstündə durduğu odur ki, yəni ona zərurət olmadıqca onu da tərk eləmək daha övlət, daha düzgündür, daha uyğundur. Yəni kərahə görürlər. Hətta aşılandıqdan sonra belə. Yalnız orada dediyimiz kimi 2 dənə heyvanı çıxarırlar, çünki onlara xüsusi nas var. Etlə və donuzdan başqa. İnşallah bu məsələ bu qədər və yenə də inşallah nəsə qaranlıq qalan suallar olarsa, onu da inşallah suallarla tamamlayarıq. Və sallallahu və səlləm alə nəbiyyina və habibina.